Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda dayanacağa yaxın, dayanacaqdan bir 50-60 metr aralı bir məsafədə belə bir 3 otaqlı həyət evi satışdadır. Hal-hazırda evin dəhlizindəyik. Dəhlizində göründüyü kimi döşəməsi istipoldur, bax metlaq döşənibdir. Bir dəqiqə həyətini də göstərir, bax bura həyəti. Buradan da rahatla marşruta 2-3 dəqiqəlik, yəni 80 metrə, 70 metr uzaq məsafədədir. Göründüyü kimi bax bura belə bir həyəti, girdin dəhliz və bax belə bir mətbəxi, mebelçinin yeri hazırdır. Burada yataq otağı tam təmirli vəziyyətdə, çox gözəl də zövqlə təmir olunubdur. Evin dörd bir tərəfi qoşa daşla tikilibdir. Fundament qarkaz betonludur və beton kəmərlidir. Bura ikinci bir otağıdır. Burada hamam otağı yerləşir. Metlaq kafelidir göründüyü kimi. Otaqlar da ölçüləri çox normal, yaxşı vəziyyətdədir və bura isə zal otağı. Belə bir zal otağı var. Çox gözəl, zövqlə təmir olunubdur. Onu da qeyd edim ki, evdə də göründüyü kimi lüstrlər də vurulub, hətta pərdələr də asılıbdır. İsitmə sistemi kombi sistemidir. Sənəd tam qaydasındadır. Evin də torpağında sənədləri var. Notarial qaydada alqı-satqıya gediləcəkdir və evin başlanğıc qiyməti 53 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.